Salam dostlar, Evdə Nə Var Onu Bişir kanalına xoş gəlmisiniz. Bugün sizə həm dadlı, həm də maraqlı görünən bir spagetti resepti göstərəcəyəm. Əvvəlcə sosiskaları qalın şəkildə doğrayırıq. Çiğ halda olan spagetti çubuqlarını qalın doğradığımız sosiskaların içərisinə keçiririk. Çalışaq ki, 5-6 spagettidən əlavə spagetti istifadə etməyək bir dənə sosiska üçün. Kənarda 2 soğan və 2 pomidoru yaxşıca qızardırıq. Pomidor və soğan yaxşıca qovrulduqdan sonra hazırladığımız sosiska spagetti qarışığını tavaya əlavə edirik. Biraz böyük tavada etsəydim daha yaxşı olardı. Ərikdiyimdən tavanı dəyişmədim. Biraz burada çətinliklər çəkdim. Ancaq sonradan spagettilər yumşalaraq sosa tamamilə qarışdılar. Bu arada qeyd etməmişəm. Üzərinə bir stəkan su adi su tökürük və yaxşıca qarışdırıb bişməyini gözləyirik. Və sonunda tam sosun içində çox gözəl bir ləzzət alınır. Düşünürəm ki, bunun hər bir uşaq sevər. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. İzlədiyiniz üçün təşəkkür edirəm. Əgər videomu bəyəndinizsə kanalıma abunə olub videomu bəyənməyi unutmayın. Təklif və iradlarınızı rəy bölməsində qeyd edin. Bugün yine başladık, tatlı bir yol açtık. Kazanda sevinç kaynayır, her lezzet bizi çağırır.